Ay sağ ol. Ceyranlı kənd sakini Niftə Əliyev İbaddır. Bu mənim pay torpağımdır. Bax, kanalın suyu bir ildir bu elə belədir. Gətirib bir dəmiri atırlar üstünə, çıxıb gedirlər. Dəmiri vurur atır, yenə vurub partladır. Bax, bu daha. Gedir əkin sahəsinə. Belə olmaz. Mənim əkin sahəmi tamam dağıdır. Bu qədər belə nətərdir, başlı başınalıq olmaz. Bu qədər belə öz başınalıq olmaz. Dayanıb burada uvazla deyirəm ki, qardaş, belədir də vəziyyət. Görürsən, əkinə nə hala qoyur. Deyir ki, get hara deyirsən de. Bu nə deməkdir? Bu da rəhbər işçinin mənə dediyi söz. Bir ildir. Baxın. Baxın, görün nə vəziyyətdir. Bu da bizim aqibətimiz. Deyirsən də deyir ki, get hara deyirsən de. Ha. Baxın.